Əslində bu fikir bəlkə çox müğənnilərin ifasında ana mahnıları, ata mahnılarına həsr olunmuş mahnılar var. Mən öz solo konsertimdə də ana mahnısını oxumuşdum, ancaq o bu ana mahnısı deyildi. Hamının qəlbində ana varlığı olduğu üçün hamı bu belə bir mahnıları oxumaq arzusundadır. Ancaq bu mahnının mənə nəsibə hardan gəldi? Afət xanım Alice adlı bizim gözəl şairəmiz, müəllifimizin sözləri mənə təqdim olundu. Afət xanım bu mahnını öz anası Zərifə xanıma həsr edib. Amma biz bunu bütün Zərifə xanımın timsalında bütün analara hədiyyə elədik. Bəstəsi Fəraim Sadiqin. Düşünürəm ki, bizim sevdiyimiz ana mahnılarının yanına yaraşan yeni bir mahnı olacaq. Təqdimat mərasimində iştirak edən xalq artisti Alim Qasımov layihə haqqında xoş fikirlərini bölüşüb. Həmişə ölkəmizdə gözəl belə mənəvi dəyərləri çəkib xalqımıza təqdim edirsiniz və bu gözəllik də ana haqqındadır. Ana həm anadır, həm ana torpaqdır və o ana haqqında da gözəl Afət xanımın gözəl şeiri, sözləri və tam Fərqananın da ona yanaşması. İnşallah ki, mənə elə gəlir ki, iki ananın və bu anıya verdikləri musiqili bir sevgini biz bu günləri onun izləyəcəyik və inşallah bəyənəcək. Gecənin aparıcısı Dilarə Əliyeva da layihənin duyğusal məzmunundan danışıb. Mən Fərqanə xanımı bəşəri bir mövzuya toxunduğu üçün bütün tamaşaçılar adından təşəkkürümü bildirirəm. Çünki ana mövzusu elə bir mövzudur ki, adı çəkilər, çəkilməz artıq bütün axar sular durur və ilk dilimizi açanda ana deyirik. Canımız ağrıyanda ana deyib çağırırıq. Sevincdən ana deyib bağırırıq. Bu baxımdan ana üçün nə desək, nə yazsaq, nə oxusaq belə yenə azdır. Bir türlü anaya olan hisslərimizi heç nəyə çevirə bilmirik. Bu baxımdan Fərqanə xanımsa öz ana mahnısıyla sözün əsl mənasında anaya bir heykəl qoyub. Mərasimdə iştirak edən müğənni Samirə və Hacı Nuran da yeni işlə bağlı təəssüratlarını bölüşüblər. Klipə hələ baxmamışıq, hələ təqdimat təzə başlanır, amma inanıram ki, hər şey gözəl olacaq. Nəzərə alsaq ki, Fərqanə xanımın işidir. Fərqanə xanım da öz işinə ciddi yanaşan bir ifaçıdır, xanımdır. Və ondan da əlavə olaraq bu klipi çəkən kollektiv mənim tanıdığım insanlardır və mən də onların işinə bələd olan bir insan olduğum üçün inanıram ki, hər şey gözəl olacaq. Sözün düzü, biraz klipdən xəbərim var, çünki çox yaxın dostlarım çəkib o klipi. Klipdə iştirak edən də balaca qızımız da, tanışımızdır. Yəni ona görə biraz belə məlumat veriblər, ona görə xeyirli uğurlu olsun. Ümumiyyətlə, ana ilə bağlı maşallah əsərlər çoxdur. Mahnılar var, böyük əsərlər var. Zamanında bizim kimi Sevil xanım Əliyeva gözəl əsəri var ana ilə bağlı və bugün inşallah yeni bir formatda çıxır belə bir mahnı. Təbrik edirəm, Fərqanə xanım Rəqsini təbrik edirəm.